boynuma qüsul gəlib, cənabət qüsulu filan nə məsələlərdir bunlar? Barəsində geniş danışmışam, çox müxtəsər danışacağam. Keçən dəfə dedim ki, ibadət üçün adam pak olmalıdır. Namaz, oruc da ibadətdir. Gərək oruca, namaza başlayanda boynunda qüsul olmasın. Vacib qüsullardan bəziləri bunlardır. 1. Cənabət qüsulu. Adam cənabət necə olur? Ya cinsi münasibətdə olubsa, istər məni, yəni sperma gəlsin ya yox. Ola bilər yuxuda ikən möhtərim olsun, ondan məni xaric olsun. Ola bilər oyaq vaxtı masturbasiya və ya bir şey etsin ki, ondan məni xaric olsun. Cənabət həm kişiyə, həm qadına aiddir. Boynuna gəldikdə qüsul almaq gərəkdir. 2. Heyz qüsulu. Qadın aybaşıdan paklandıqdan sonra almalıdır. 3. Nifas qüsulu. Qadın istər qeysəriyyə, istər təbii doğuşdan sonra ondan qan gəlir. Qandan təmizləndikdən sonra bu qüsulu almalıdır. Çox qadınların bu qüsuldan xəbərləri yoxdur. Kim hələ indiyənəcən almayıbsa bunu alsın. 4. Meydə toxunma qüsulu. Meydə qüsul verilməmiş, soymuş halda toxunulubsa alınır. 5. Meyit qüsulu. Bunu əzizlərim biz öldükdən sonra bizə verəcəklər. Və sair qüsullar da var, toxunmuram. Qüsul necə alınır? Cəmaət arasında belə adət var ki, qüsul quruşqa ilə başa, sağa, sola su tökməkdir. Yox, qeyd. Qüsuldan əvvəl suyun bədənə çatmasına mane olan şeylər aradan qalxmalıdır. Yapışqan, rəng və s. Bəs qadının qoyma dırnaqları nə olsun? Bu bəlaya çevrilib bu məsələ. Necə edim ki, həm bərbəzəyimləm qalmayım, həm də namaz, oruç tutum. Bunu ayrıca danışmışam bu barədə, yenə də toxunaram. Növbəti videoda. Bir qardaş məsləhəti verim. Əgər cünub olmusunuzsa, əvvəlcə ayaq yoluna gedin, kiçik bayıra çıxın, bir yuyunun. Sonra hamama gedib şampunlanın, sabunlanın, yəni çimin. Sonra qüsul alın ki, bu zaman daha rahat olacaq. Daha quru-quru, yağlı-yağlı dərhal qüsul almaq çətindir. Qüsulda niyyət şərtdir. Filan qüsul alıram, qürbətən ilallah, lakin dillə demək vacib deyil. Qüsul necə alınır? Bəsit yolu. Əvvəlcən başınızı və boynunuzu, hər tərəfini yuyacaqsınız. Görünən hissələri, ağzın, burnun içini yumağa gərək yoxdur. Sonra bədəninizin tamamilə sağ tərəfini yuyacaqsınız. Ön hissə, arxa, ayaqlar, qollar, hər yan cinsiyyət üzvünüzlə bir yerdə. Sonra sol tərəfinizi də eyni halda tamamilə ön, arxa, qollar, ayaqlar cinsiyyət üzvünüzlə bir yerdə. Vəssalam, cənabət qüsulundan sonra da dəstəmaz almağa gərək yoxdur. Boynumda bir neçə qüsul varsa nə edim? Hamısının niyyətinə bir qüsul ala bilərsiniz. Məsələn, cənabət, heyz, nifas niyyəti ilə qüsul alıram, qürbətən ilallah. Qadının saçları uzundursa, yaxud saqqal uzundursa, əsas məsələ suyun dəriyə çatmasıdır. Məsələn, tüklər belədirsə, hamısı yuyulmalıdır, burada yuyulmalıdır. Ancaq lap uzundursa saçlar, tüklərin ucunu yumaq zəruri deyil.